Azərbaycanlımız, tibb elmləri doktoru, professor Yaşar müəllim iştirak edir. Biz millətimiz olaraq bu kişi Oxfordda orada da ona bir tapşırıq verib. Çünki mən də Oxfordun üzvüydüm, o medalı mənə də vermişdim. O zaman deyiblər ki, o adam haqqında bir dənə yazı yaz, görək ki, onu tanıyırsan, mənim. Biz də döndük, o da Azərbaycanlı, mən də Azərbaycanlı. Tanımır, ama birbirimizi tanımır. Ancaq şimdi bizim universitetimizdə bir nəfərlə kişi gəldi. Riyaziyyatçı. 64 nəfər Azərbaycanlını ilk Almanya vardı. Nə qədər adama bu kişi artıq zəmanət verir ki, onlar geçsinlər. Özü də ona göre yok ki qohum, yox, heç şey. Xalqına xidmət budur. Ona göre Zaur müəllim, böyük sevgi ilə, məhəbbətlə. Mən əlini sıxacam, istəyirəm bu orden, qızıl medalısını verəsiniz. Sizin ürəkdən təbii ki. Teşekkür ederim. İki kəlmə deyim ki, Dədə Qorqudun, bir də Nəsrəddin Tusinin kasmi şəkillərini çəkib var. Bu adamın qeyri-adi bir yaradıcılıq qabiliyyəti var. Allah qoysa, yavaş elmi məsələlərdə gərək görüşlər keçirək, müzakirələr aparaq. Hər şənbə biz yığışardıq. Uzun illər bu yoxdur. Olar Allah qoysa. Çünki elmisi mümkün deyil. Sizə can sağlar. Çox sağ olun Fəqən müəllim. Sizin mənə göstərdiyiniz etimadı yüksək dəyərləndirirəm və çalışacağım ki, bundan sonra qalan ömrümdə də elmimizə, xalqımıza, ümumiyyətlə bütövlükdə götürəndə insanlığa xidməti məndən gözlənilən səviyyədə reallaşdıra bilim. Sizə həm də məni bu Eko-Energetika Akademiyasına dəvət eləməyinizə görə, burada bizim elmi fəaliyyətimizi davam etdirməyə yaratdığınız şəraitə görə və hər şeyə görə dərindən təşəkkür edirəm. Departament sahibisən, adamlar cəlb elər. Başlayırıq işləməyə sizinlə. Bu arada mən dünənlərim çox gözəl bir şad xəbər almışam. Yetişdirdiyim tələbələrdən biri uluslararası ən iyi alternativ psixoloq mükafatını almış Türkiyədə və bu da bizim elmi nailiyyətlərimizdən biridir ki, bunu sizlə bölüşmək istədim. Fəqən müəllim, yəqin ki, çox danışmağa ehtiyac yoxdur, ancaq əgər auditoriya maraqlı gələrsə, bir-iki kəlmə söyləyək, yoxsa... Zaur müəllim. Bəli. Olur mu? Mənim özümə də maraqlıdır. Buyuruz mən. Əyləşin. Yox, narahat olun. Onda əyləşin, bir-iki kəlmə. Yəqin ki, əyləşənlərə də maraqlı olacaq. Fəqən müəllim dediyi kimi, mən elmi fəaliyyətimin deyək ki, əsas hissəsini baxmayaraq ki, həkiməm, bir rəssam kimi fəaliyyətə başladım və rəssamlıqda yeni bir janrın əsasını qoydum. Qəlbin gözü ilə adlı sərgi keçirildikdən sonra ilk dəfədir ki, Azərbaycanda yeganə bir adam oldum ki, mən rəssamlıq tədrisi, yəni təhsili almamışdan məni Rəssamlar İttifaqının üzvü seçdilər. Bu istiqamətdə ən çox maraqlı elmi Dədə Qorqudun faza portretinin yaradılması oldu. Əvvəla deyim ki, faza portret nədir? Biz insanın endoekologiyasının qorunması yolunda yeni metodologiya təklif edirik. Bu metodologiya mənim yaratdığım elmin içərisindədir. Deməli, slaytda gördüyünüz kimi hal-hazırda bütün dünyanı görmək üçün, ekoloji problemlərə daha dərindən kömək eləmək üçün təbii ki, enerji, informasiya, kainat, holografiya və s. bu cürə terminləri öyrənmədən heç bir yenilik gətirmək və insanı daha dərindən öyrənmək mümkün deyildir. O cümlədən nəticə etibarilə 3-cü minillikdə, o bir slaydı verin,
Üçüncü minillikdə ekranda gördüyünüz kimi informasiyanın bərpası ilə mühafizə, enerji informasyon, gigiyena, vibrasyon tip, çox ölçülü təbabət, inteqrasiya təbabət, ekopsikologiya, informasiyologiya və s. Bu sayda, bu adlarda yeni elmlər əmələ gəlir. Mən də bir Azərbaycanlı alim kimi dünyada bu istiqamətdə öz elmimi töhfə verdim. Elmimin adı alternativ psixologiyadır. Bu elmi 90-cı növbəti səhər qoy qalsın. Bu elmi 3 mart 2003-cü ildə Moskva şəhərində müəlliflik hüququnu aldım. 62-74 nömrəli şəhadətnamə ilə təsdiq olundu. Onda deyim ki, bu elm təsdiq olunduqdan sonra Azərbaycanda elmi ictimaiyyət tərəfindən yekdilliklə qəbul olundu və mən Təhsil İnstitutunun bazasında psixogigiyena və tibbi psixoloji diaqnostika laboratoriyasını yəni nizamnamə əsasında yaradıldı və mən 2000-ci ildən orada fəaliyyətə başladım. Onu da deyim ki, mənim o dövrdə adını qoyduğum həmin bu laboratoriyanın adında fikir versəz, psixogigiyena var. Psixogigiyena elə psixikanın gigiyenasıdır. Amma bugünkü yeni terminlər desək, bizim psixogigiyena özü həm də endopsixologiyadır. Yəni, endoekologiyanın, insanın daxili aləminin və onun daxili ekologiyasının qorunmasından danışır. Uzun illər mən orada tədqiqat işləri apardım və çox gözəl nəticələr əldə eləmişik. Bu istiqamətdə yeniliklərdən birini diqqətinizə çatdırmaq istəyərdim ki, mən hərəkət istiqamətinin keyfiyyət nəzəriyyəsini yaratdım. Həmin nəzəriyyə əsasında sübut olunur ki, insanın eyni zamanda canlı sistemin hərəkətinin istiqaməti dəyişəndə keyfiyyət dəyişir. Bu baxımdan mən auditoriyada Zülfiyyə xanımdan xahiş edərdim ki, gətirdiyim qarmanizatorlardan birini nümayiş elətdirərsiniz. Kim maraqlansa yaxınlaşıb daha yaxından tanış ola bilər. Amma hələ qarmanizator quraşdırılmamış diqqətinizə çatdırım ki, mən həmin qarmanizatorda bir ixtiraçı alim kimi, yəni alternativ psixologiyanın metodları əsasında apardığımız tədqiqatlardan əldə etdiyimiz nəticələr olaraq yeni ixtiralar elədik ki, o ixtiralardan biri sizin diqqətinizə çatdırır ki, orada əsas şərt mənim teoretik olaraq izah elədiyim ən dərin fəlsəfi və psixoloji mənada olan yeniliyi praktikada sübut edir. Hal-hazırda siz həmin harmonizatorun necə işləməsi ilə tanış olasınız. Burada əsas fakt odur ki, həmin qarmanizator şüşə içərisində lazer şüası ilə mənim taxdığım yeni simvol çəkilmişdir və həmin simvol harmonizatorun fırlanması zamanı öz ətrafında hamınızın eşitdiyiniz fırlanma sahəsi, başqa adla torsiyon sahə vasitəsilə öz ətrafında pozitiv bir təsir yaradır və o təsirin deyək ki, effekti insan orqanizmində həm egzo, həm də daxili, endoekoloji problemləri korrektə edir və insanın bioritmlərini qaydaya gətirir ki, bu zaman demək olar ki, insana aid olan, yəni həmin harmonizatorda istifadə edən hər bir adamın ümumi narahatçılığını, baş ağrısını, digər deyək ki, psixoloji cəhətdən gərginliyini, həyəcanını götürür. Eyni zamanda gənc nəslin inkişafında qeyri-adi bir yəni tərbiyə təsiri yaradır. Psixoloji korreksiya verir. Mən diqqətinizə bir dənə detallı çatdırmaq istəyirəm. Hal-hazırda mən həmin qarmanizatoru işə salıram. Qarmanizatorun işləməsində mənim nəzəriyyədə sübut elədiyim məsələ ön plana keçməlidir. Bu qarmanizator saat əqrəbin əksinə işləməlidir. Kəbə evinin ətrafında, yəqin ki, ziyarətdə olanlar var. Kəbə evinin ətrafında biz ziyarət edərkən, təvaf edərkən 7 dəfə saat əqrəbin əksinə fırlanır. Və məhz bu nəzəriyyədə də sübut olunur ki, bu qarmanizator fırlanarkən saat əqrəbin əksinə fırlananda elə gözəl, pozitiv təsirlər yaradır. Və bunu mən hal-hazırda auditoriyada işləyən bir vəziyyətdə saxlamaq istəyərdim. Biz nəzəriyyədə dediyimizi praktikada sübut edək. Və bunun çox gözəl nəticələri var. Sadəcə bir dənə maraq üçün bir dənə detallı diqqətini çatdırmaq istəyirəm ki, bir hiperaktiv uşağı mən müalicə edəndən sonra həmin bu qarmanizatordan bir dənə təklif elədim ki, onu öz otaqlarında istifadə eləsinlər. Bir həftə vaxt verdim, təkrar müayinəyə.
uşağı gətirəndə valideynləri gördüm ki, çox sevirlər, əhvalları çox yaxşıdır. Soruşdum ki, bu sevincinizin əsas səbəbi nədir? Söylədilər ki, biz çox maraqlı bir faktın şahidi olmuşuq ki, doktor, bizim bu qarmonizator istifadə edəndən sonra biz hər ikimiz cavan ailədə cəmsi bir övladları var, o da autizmlə əziyyət çəkirdi. Deyir, bizim öz uşağımızdan çox divarın o tərəfində bir uşaq var idi. Özü binaya təzə köçmüşdü, bilmirdik divarın o tərəfində yaşayan kimi. O uşaq hər gecə saat 3 ilə 4-ün arasında durar, ağlayardı və biz deyir, oyanırdıq və o səsə görə də oyanırdıq, səhərə qədər yata bilmirdik. İş qabiliyyətimizi itirmişdik. Çox maraqlıdır ki, bu qarmonizator quraşdırandan sonra divarın o tərəfindəki həmin uşaq artıq heç bir axşam ağlamır və biz bunun şahidi olduq ki, belə bir gözəl nəticə verir. Bu mənada indi sizin, həm də slayddan biraz məlumat verim, sizin slaydda gördüyünüz həmin bu sənəd Avro-Asiya ölkələri üzrə enerji informasyon diagnostika və müalicə üsulu haqqında mənim patentimdir. Və bu patenti almaq, siz bilirsiniz ki, patent nə deməkdir? Mən bu patentlə yaratdığım yeni elmin metodlarını, bütövlükdə metodologiyasını dünya ekspertləri səviyyəsində müzakirəyə verdim və axır nəticədə biz patentlə ixtiralarımızı bir daha sübut eləmiş olduq. Onu da deyim ki, əldə elədiyimiz nəticələr həm də Avropa keyfiyyət lisenziyasına layiq görülmüşdür. Yəni biz ixtira elədiyimiz həmin bu yeni ixtiralar dünya miqyasında istifadə edilir və gözəl nəticələrimiz vardır. Pedaqogika və psixologiya sahəsində integrativ yanaşma məsələsində hələ 99-cu ildə mən Azərbaycan dilində tibbi pedaqoji psixoloji testlər yaratdım. Həmin testlərdə mənim qələmi kağızdan aralamadan bir dəfəyə çəkdiyim mücərrəd kompozisiyalardan istifadə eləmişəm. Həmin o kompozisiyalar testləşmə zamanı qarşı tərəfdə, yəni testləşdirən adam tərəfindən öyrənilir. Bu göstərilən hal-hazırda mənim kitabımın təsviridir. Xahiş edirəm, növbəti slaydları verin, mən o testləri sizə bir daha göstərim. Bax, bu testlərin 99-cu ildə Azərbaycanda, 2008-ci ildə Simferopol şəhərində həmin bu testlər dərc olunmuşdur. Testlərdən indi növbəti nümunə. Testlərdə gördüyünüz kimi, birinci şəkildə mən ağ-qara təsvirdə əldə elədiyim həmin təsviri nümunə göstərmişəm. İkincidə həmin o testlə işləyəndən sonra əldə olunan rənglənmiş variantı göstərmişəm müqayisə eləmək üçün. Bu testlərin qeyri-adi nəticələrini Təhsil Nazirliyinin icazəti ilə Nərimanov və Səbail rayonlarında pilot məktəblərdə tətbiq elədik. Elə gözəl nəticələr aldıq ki, sonra həmin bu testlər dünya miqyasında tətbiq olundu və 21-ci əsrin dərs vəsaiti adını, titulunu aldı, qızıl medala layiq görülmüşdür. Əldə elədiyimiz nəticələr çox qeyri-adi bir faktları ortalığa çıxartdı ki, bu testlər adından məlum olduğu kimi tibbi, pedaqoji, psixoloji testlər. Bilirsiniz ki, testləşmə qarşı tərəfi psixoloji cəhətdən xarakterizə etmək üçün tətbiq olunan psixologiyanın metodlarından biridir. Amma məsələ burasında ki, həm də elə testlər var ki, o cümlədən bizim testimiz də həm diaqnozlaşdırır, həm korreksiyadır, həm də uşaqların tərbiyəsində çox gözəl qeyri-adi nəticələr verir. Bu mənada çox danışıb vaxtınızı almaq istəməzdim, ancaq mən özümə borc bilirəm ki, həm də sizə mənəvi zövq verməkdən ötürü, mənim bu rəssamlıqda yaratdığım yeni janr vasitəsilə mərhum prezidentimiz Heydər Əliyev cənablarının qorquşmaz alimlərə müraciəti ilə siz niyə hələ indiyənə qədər Qorqud şəxsiyyətinin həqiqi tarixi şəxsiyyət olub, yaxud mifoloji obraz olduğunu dəqiqləşdirə bilməmişsiniz ifadəsində sanki özümü boşlu bildim ki, mən əldə elədiyim metodlar vasitəsilə Dədə Qorqud haqqında kainatdan informasiya var. Kainatdakı informasiyanı bir balaca sizə arayış verirəm. Mənim kitabımın ilk səhifəsində Məhəmməd Peyğəmbər sallallahu aleyhi salam kəlamını vermiş. Kainatı öyrənmək istəyirsinizsə, ən yaxşı yol mükəmməl insanı öyrənmək. Peyğəmbərimiz bununla 14 əsr bundan qabaq söyləmişdir ki, insan orqanizmi sanki bir canlı fleşka kimi bütün kainat haqqında məlumat daşıyır. Çox keçmədi ki, İngiliz alimi David Bohm kosmik holografiya nəzəriyyəsini yaratdı
və ona görə Nobel mükafatı laureatı oldu və həmin nəzəriyyə ilə sübut elədi ki, makromirdə nə varsa mikromirdə, mikromirdə nə varsa makromirdə əks olunur. Və kainatın holografik matritsası vardır ki, həmin matrisada hər bir hadisə və hər bir şəxsiyyət haqqında məlumat vardır. Məhz həmin o məlumatdan mən Dədə Qorqudun şəxsiyyətinin həqiqətən tarixi şəxsiyyət olduğunu sübut elədim. Dresdendə saxlanılan Dədə Qorqud dastanının 74-75 nömrəli atalar sözlərinin kodunu açdım və sübut elədim ki, Dədə Qorqud 259 il ömür sürmüş. 259 il. Və mən bu rəqəmi taparkən biraz mənə qəribə gəldi. İnsan bu qədər yaşayar mı? Ancaq sonra mən Azərbaycan Müəllim qəzetində bir məqaləyə rast gəldim. Orada yazılmışdı ki, 13-cü 14-cü əsr tarixçi Rəşidəddin özünün Cəmaət Təvarix əsərində göstərmişdir ki, Dədə Qorqud 295 il yaşamış. Və mənim maraq bürüdü ki, tarixçi mənim göstərdiyim rəqəmdən də çox bir rəqəm göstərmişdir. Bəs mən necə eləyim ki, necə sübut eləyim ki, mənim aldığım məlumat daha dəqiqdir. Bunu sübut eləməyin yollarını axtardım və mən tədqiqata başladım. Tədqiqat nəticəsində Marif Əkbərovun Ədədlər Dünyası adında bir kitabında palindrom ədədlərin güzgü əksiliyi qanununu tapdım və həmin qanunda deyilir ki, əgər hesablama düzgün aparılıbsa, əldə olunan rəqəmləri tərsinə alt-alta yazıb üst-üstə gələndə, onda ədədlərin güzgüdəki əksiliyi alınır. O zaman hər birinizin əlinizin altında telefon vardır. İstəyirsiniz, 259-u tərsinə yazırsınız, 952 alınır. Sonra 1211 alınır. 1211-i də 1121 yazırsan, 32 rəqəminin güzgüdəki əksi alınır. Və bununla da biz sübut elədik ki, Dədə Qorqud haqqında olan tarixi sənəddə, yəni tarixi sənəddə özündə də səhv buraxılmışdır. Bunu mən bir daha Dədə Qorqudun həm doğum tarixini, həm də vəfatı tarixini tapmaqla, sübut eləməklə ortalığa gətirdim və fakt olaraq təsdiqini aldım. Mən bu yolda Dədə Qorqud mükafatına layiq görülmüşəm. İzmirdə universitetdə bu haqda məruzə eləmişəm, oranın diplomuna layiq görülmüşəm. Dədə Qorqud alimlərin, Dədə Qorqud şunas alimlərin rəyini almışam, təsdiqini almışam. Özümü tərifləmək istəmirəm, amma əldə elədiyim məlumatda mən Dədə Qorqudun 74 nömrəli atalar sözündəki kodlu ifadəsini tapmışam ki, o demişdir ki, alca çiçəkdən ündüm, ata belindən endim. Ana rəhminə düşdüm, mavi gözlü div qızından tuğdum. O burada şifahi xalq yaradıcılığında, o vaxt yazılı yox idi, də bilirsiniz. İfadəsində demişdir ki, o əslinə qalanda alca çiçək deyəndə qıpqırmızı çiçək, yəni nar çiçəyindən gəlmiş, yəni nəbati ruhunu nar çiçəyindən almış və sonra ana rəhminə düşərək mavi gözlü. Burada mavi göz may ayı nəzərdə tutulur. Yəqin ki, eşitmişsiniz, hər ayın öz rəngi var. Dədə Qorqud o qədər dünya görüşlü, savadlı bir adam olur ki, ayının rəngini göstərməklə bu ifadəni demişdir. Və çox maraqlıdır ki, Dədə Qorqud mərhum prezidentimiz Heydər Əliyev cənabları ilə eyni ayda, yəni may ayında dünyaya gəlmişdir. Mavi gözlü div qızı dedikdə 560-cı ilin may ayında doğulduğunu ifadə eləmişdir. Və onun vəfatı tarixi 819-cu ilə düşür. 819-dan 560 çıxırsan, nəticədə 259 alır. Burada material o qədər çoxdur ki, əgər maraqlı olsa, davam edə bilərəm Peyğəmbərdir. Yəni, Dədə Qorqud haqqındakı, üzr istəyirəm, məlumatı. Ayrıca bir görüş. Ayrıca bir görüş olsun, daha yaxşı. Bu mənada bizim, deyək ki, fəaliyyətimizi daha ətraflı sizinlərlə tanış eləmək üçün, yəqin ki, Peyğəmbərlimin istəyi ilə müəyyən bir gün təyin olunar və maraqlanan yoldaşlar orada dəvət edib bir prezentasiya keçirilərək bu istiqamətdə mən sizə maraqlandırıcı, daha ətraflı bir məlumat çatdıraram inşallah. Mən hesab edirəm ki, Yaşar müəllim, bu yeni bir istiqamətdir, yeni bir informasiyadır. O, bizdə belə bir atalar sözü var.
Deyir, mən deyirəm, istəyirsən mən istəsəndən bax. Yəni, Yaşar müəllim, mənə çox yaxşı, yüksək təsir edir sizin. Çox sağ olun. Hər halda mən Oxfordu yaxşı tanıyıram. Oxford ilə belə adamlara qızıl medal vermir, onu üzü seçmir. Özdəki bir dənə maraqlı söz deyim ki, məsələn, bir Azərbaycanlı olaraq bir-birimizi biz tərifləmirik axı. Biz bir-birimizi pisləməyə başarırıq. Bu kişi gedib orada da məndə bir tərifləyir. Tərifləmir, belə də yəni yaxşı da deyil. O sözü siz dediniz yoksa ben değilim Ferhan müəllim. İcazənizlə o frazları mən deyim. Deməli, mən eşitdiyiniz kimi Oxford Akademiyasının öz elminin adı altında Alternativ Psixologiya elmi departamenti açılmışdır və mən oranın həm də şöbə müdürüyəm. Bir gün oradan mənə bir məktub gəldi, yəni elektron məktub ki, siz Fəqan Əliyev adlı bir alimi tanıyırsınız. Mən ilk öncə eşitmişdim, ancaq belə tanımırdım ki, konkret bu adam kimi. Siz onun haqqında nə deyə bilərsiniz bir əməkdaş kimi? Mən dedim ki, mən sizə ancaq sabahlarım cavab verim. Biraz araşdırım, sonra deyəm. Və mən internetdə araşdırdım. Gördüm ki, Fəqan müəllimin çoxlu sayda intervyuları var, YouTube'da filmlər var. Araşdırdım və onlardan intuisiyanın birini tıkladım. Jurnalistin sualı belə oldu. Fəqan müəllim, siz necə adamsınız? Baxın, mənə lazım olan sualı jurnalist nə vaxtsa çəkilmiş bir intervyuda Fəqan müəllim özünə sual verir. Fəqan müəllim dedi ki, mən çox pis adamam, amma çox pislərdən yaxşı adamam. Bax, elə bu kəlməni eşidən kimi mən videonu dayandırdım. Dedim ki, bu adam çox geniş, miqyaslı, maştablı düşünən bir şəxsiyyətdir. Və mən ora məlumat yazdım ki, bu qeyri-adi bir alim. Mən onu bir kəlmə ilə tanıdım. Və bugün çox böyük şərəf hissi ilə deyirəm ki, çox maraqlıdır ki, bu insan Ağcabədidəndir, mən Ağdamdan. Biz bu yaşımıza qədər bir-birimizi tanımamışıq. Oxford Akademiyasının məktubu vasitəsilə mən müraciət edib internetdən öyrənmişəm. Sonra məlum oldu ki, bu insan qeyri-adi şəxsiyyətlərdən biridir və bizim ilk apardığımız seminardan sonra Fəqan müəllim kollektiv adından təklif elədi ki, biz həm də ekoenergetikada bizim elimizin metodologiyası əsasında tədqiqatlara başlayaq. Və bu mənada mən ona bir daha öz təşəkkürümü bildirirəm. Bizə belə bir, deyək ki, yüksək dəyər verilmiş, bu cürə tarixi bir şəxsiyyətlərə təqdim olunan qızıl medalı bizə də təqdim elədiyinizə görə, bizi də seçdiyinizə görə, biz sizə və sizin başlığınız altında olan bütün kollektivinizə öz təşəkkürümü bildirirəm. Burada həmin o medala layiq görülən hər bir şəxsiyyəti ürəkdən təbrik edirəm. Onlara yeni yaradıcılıq uğurları arzulayıram. Gün o gün olsun ki, bu medallardan burada əyləşən hər bir kəsə təqdim olunsun inşallah. Diqqətinizə görə təşəkkür ederim. İnşallah Zaur müəllim, birlikdə qabaqçı olan alimlərimizin birisi tək keçinə yoxdur. Tək keçinə yoxdur. Bir yerini Allah qoysa, İnşallah. bu işə çatacaq. Uğurlar Ürəkdən dilerim. təbrik edirəm. Çok sağ olun. Teşekkür ederim. Allah razı Zaur olsun. müəllimlə görüşürüz. Teşekkür ederim. İnşallah görüşelim. Sevgili iki devlet, bir millet, kardeş ülkemizin akademisyenleri, burada olmaktan mutluluğumu bildirmek isterim. Türkiye'de eğitim yönetimi alanında ve kamu yönetimi alanında doçent doktor olarak görev yapmaktayım. Aynı zamanda Uluslararası Eğitim Dernekleri Federasyonu'nda genel başkanıyım. Azerbaycan'da üniversitelerle işbirliği ve akademik çalışmalar üzere sürekli gelip gidiyorum. Yaşar Mahalli'nin de bizleri davet üzerine aranızdayım. Bu Türk dünyası eğitim ağı kurucularından olarak bir hedefimiz var, bizim üstlendiğimiz. Bu hedefimizde ortak tarihe, ortak dile, ortak kültüre sahip olan Türkistan coğrafyasındaki çocuklarımızın, nesillerimizin ortak alfabe ile
bir, özü bir olan, gemi, kültürü bir olan bu çocuklarımızla biz birbirimizi anlayabilen, birbirimizin tarihini bilen, birbirimizin kültürünü yaşatan nesiller yetiştirmek üzere gayret sarf ediyoruz. Bu anlamda Türk Devletler Teşkilatı'nın ilan ettiği ortak alfabe üzerine de yaptığımız çalışmaları yayınlamak üzere de çalışmalar yürütüyoruz. Bu çalışmaları tanıtmak, bu çalışmaları işbirliği yapmak üzere de Azerbaycan'da bulunuyoruz. Tekrar vakit almamak için sizlerle birlikte olmaktan, bir arada olmaktan da mutluluğumu bildirmek isterim. Teşekkür ediyorum. Teşekkür. Evet, kıymetli hocalarım, değerli ev sahiplerinizle burada bulunmaktayız. Hepinizi saygı ve muhabbetle selamlıyorum. Özcan Turan ben. İstanbul'da hem bir eğitimci hem de Eğitim Yöneticileri ve Uzmanlar Derneği'nde yönetim kurulu artı İstanbul İl Temsilciliği yapmaktayım. Azerbaycan'la da bu eğitim anlamında işbirliği yapmak üzere sürekli gidiş gelişlerimiz oluyor. Uluslararası düzeyde, ulusal düzeyde kongrelerimiz oluyor. İşi eğitim, gücü eğitim olan bir sivil toplum kuruluşunda aktif bir şekilde hem bir şeyler öğrenmeye hem de bildiklerimizi aktarmaya çalışan bireyler olarak aramızda bulunmaktayız. Yunus Emre'nin dediği gibi ilim bilmektir, ilim kendini bilmektir. Sen kendini bilmezsen bu nice okumaktır. Önce kendimizi bileceğiz, ondan sonra ilim alanında ilerleyeceğiz ve inşallah güzel şeylere imza atacağız. Hepinizi saygı ve muhabbetle selamlıyorum.